Salam, hər vaxtınız xeyir olsun. Dim 20 sınaq, birinci blok. Sınaq üçün izahını verirəm. Mexaniki rəqslər və dalğalar, bərk cisimlərin, mayilərin və qazların təzyiqi. Birinci, şagird mayiyə batırılmış cismin həcmini və maini dəyişimliklə Arximed qanunu təcrübə olaraq öyrənir. Arximed qüvvəsinin batırılmış cismin həcmindən asılılığını öyrənmək üçün o təsvir edilmiş hansı hallardan istifadə etməlidir? Arximed qüvvəsinin batırılmış cismin həcmindən asılılığını öyrənmək istəyir. Yəni, həcmi uyğun Arximed qüvvəsini tapmaq istəyir. F Arximedin düsturu Rho mayi vurulsun V cisim vurulsun J'dir. Əgər F Arximedin həcminin aslına baxmaq istəyirsə, digər bütün kəmiyyətləri sabit saxlamaq lazımdır. J onsuz da sabit kəmiyyətimizdir. Qaldı Rho. Deməli, mayiləri eyni olub, mayilərin sıxlıqları eyni olub, həcmləri fərqli olanları götürmək lazımdır. Baxın, məsələn, 1 ilə 2-dən mayinin sıxlığı eynidir, amma həcmlər isə fərqlidir. 1-2 olar. Başqa heç biri buna uyğun gəlmir. Cavab olacaq Y variantı. Daha sonra ipdən asılmış polad kürəcik kerosinə batırılmışdır. Sonra içərisində kerosin olan stəkan içərisində su olan stəkanla əvvəz olunur. Bu zaman ipin gərilmə qüvvəsi və kürəcik təsirində Arximed qüvvəsi. Arximed qüvvəsi Rho mayi V cisim J'dir. Və biz də bilirik ki, suyun sıxlığı Rho su Rho kerosindən böyükdür. Deməli, cismi kerosindən çıxardıb suya batırırsa, sıxlıq artdı. Sıxlıq artdığına görə F Arximed qüvvəsi artar. Deməli, götürür ki, Arximed qüvvəsi artacaq. İndi ipin gəlməsinə baxaq. MJ aşağıya doğru, F Arximed yuxarıya doğru, ipin gəlməsi də yuxarıya doğru olduğundan burada T. Və tarazlıqda qaldığına görə yazırıq ki, T üstəgəlsin F Arximed bərabərdir MJ-yə. Buradan alarıq ki, deməli T bərabərdir, bizə T lazımdır. MJ çıx F Arximed. Deməli, uşaqlar, T-nin F Arximeddən asılılığına baxırıq. Çünki MJ dəyişmədi. Dəyişən F Arximeddir. Arximed qüvvəsi artdığına görə ipin gəlməsi azalacaq. Çünki qarşısında mənfi var. Cavabınız olacaq artar və azalar A variantı. 3 nömrəli tapşırıqda birləşmiş qablara bir-birinə qarışmayan Rho1 və Rho2 sıxlıqlı maylar tökülmüşdür. H1 bərabər 35 cm, H2 bərabər 25, bura deməli 35, H2 25, H3 isə 15 cm-dir. Rho1 1000, bu 1000-dir. Olarsa Rho2 sıxlığını hesablayırlar. Baxın, bura bir xət çəkirəm. Və bu çəkdiyim xəttdə bir nöqtəsi ilə, baxın, bura bir nöqtəsinin, iki nöqtəsindəki təzyiqlər bir-birlərinə bərabərdirlər. Ona görə də Rho1 bölünsün Rho2 bərabərdir H2 bölünsün H1-dən birləşmiş qablar üçün mayların hündürlükləri müxtəlif cinsli maylarda sıxlıqlarının tərs asılıdır. İndi yerinə qoyuram. Rho1-in yerinə 1000, Rho2-ni bilmirik. H2-nin yerinə H2 artıq baxın bizim üçün bu hissədir. H2 burada. Buranı tapmaq üçün biz baxın, ümumi əgər uzunluq hündürlüyümüz 25-dirsə, bu 15-i buradan çıxırıq. H2 oldu 10. Həmçinin bu hissədə də bu hündürlüyü tapmaq üçün uşaqlar 35-dən çıxırıq bu 15-i. Burada olacaq 20. Deməli, biri oldu 10, biri də 20. H2-nin yerinə 10, H1-in isə yerinə 20 yazaq. İxtisarlarımız getdi. Alarıq ki, Rho2 bərabərdir 2000 kiloqram bölünsün metrin kubu B variantı. 4. Cismin həcminin mayiyə batan hissəsini 3 dəfə artırdıqda Arximed qüvvəsi 36 Newton artdı. Arximed qüvvəsinin əvvəlki qiymətini hesablayın. Arximed qüvvəsi dediyimiz kimi cismin həcmi ilə düz mütənasib asılıdır. Onsuz da görünür ki, biri artanda o birisi də artıb. F Arximed bərabər Rho mayi V cisim J'dir. Və batan J yazaq ümumiyyətlə. Çünki batan hissəsindən gedir söhbət, fərqi yoxdur. Deməli, gör ki, düz mütənasib asılıdır. Əgər batan hissənin həcmi 3 dəfə artıbsa, deməli, F Arximed 3 dəfə artıq. Sadəcə F Arximed 2 bərabərdir 3 F Arximed 1-ə. Həmçinin bir yandan da F Arximed 2 3 dəfə artmağa 36 Newton artmağa uyğun gəlir. F Arximed 1 üstə gəlsin 36. Bu ifadələri bərabərləşdirsək, alarıq ki, 2 F Arximed 1 bərabərdir 36-ya, F Arximed 1 də olacaq 18 Newton. Deməli, əvvəlcə qiyməti 18 Newtona bərabər imiş. 5 nömrəli tapşırıqda uşaqlar istədir ki, civə sütundan yuxarıda qalan havanın təzyiqi neçə millimetr civə sütundur? Baxın, buradakı havanın təzyiqi nəyə bərabərdir? Burada var P qaz, burada qaz var. Bu üstdəki burada bir civə sütunu var, H bərabərdir. Bunlar atmosfer təzyiqi ilə tarazlaşırlar P0-a. Deməli, P qazın, təbii ki, uşaqlar biz tapdığımıza görə millimetr civə sütunun üzərinə Rho H yox, H gəlirsiniz. P qaz da bərabər olacaq, P0 çıxılsın H. P0 760-dır, H-ı da millimetrə çevirsək olacaq 20 millimetr, olacaq 740 millimetr civə sütunu D variantı. Kütləsi 800 qram olan cisimi suya tam batırdıqda 600 qram su sıxışdırıb çıxardı. Cisimin maydakı çəkisini hesablayın. Sıxışdırılıb çıxarılan mayının çəkisi uşaqlar.
Arximed qüvvəsinə bərabərdir. Sizdən soruşur ki, maydakı çəkisini hesablayın. Maydakı çəki P0 çıxılsın F Arximedə bərabərdir və biz dedik ki, sıxışdırılıb çıxarılan çəki Arximed qüvvəsinə bərabərdir. P0-ın da yerinə mg yaza bilərik. M cisim J. F Arximedin isə yerinə M maye J yazırıq. Bərabərdir M cisim J, yəni 0.8 bu, 0.6 da budur. 0.8 ona vursaq 8, 0.6-nı da ona vursaq olacaq 6 oldu. 2 Newton A variantı. Daha sonra nömrə tapşırıq. Birinci halda suda üzən cismin batan hissəsinin hündürlüyü H1, suyun hündürlüyü isə H2-dir. Cismi çevirib suya saldıqda. Deməli, V batanın distro, rho cisim, V cisim bölünsün, vurulsun, rho cisim bölünsün, rho maye, vurulsun V cisimdir. Nə rho cisim dəyişmədə, nə rho maye dəyişmədə, V cisim dəyişmədiyinə görə batan hissənin hündürlüyü dəyişməz. Batan hissənin həcmi dəyişməz. Batan hissənin həcmi dəyişmədi, amma V batan bərabərdir S oturacaq vurulsun H-dır. Əslində S oturacağımızın içində, baxın burada 2 dənə S oturacaq var. İndi H-a baxırıq. Batan hissənin həcmi dəyişmədən H2 hündürlüyü də dəyişməz. Çünki eyni nə qədər miqdarda həcmdə su batmışsa, həmin miqdarda da suyu yuxarıya doğru qaldırır. Ona görə H2 dəyişmir. Amma H1-ə baxaq. V batan bərabər S vur H-dır. V batan dəyişmədi, amma S ilə H bir-birindən tərs mütənasis basaraq dəyişmiş olacaq. H-a baxsaq uşaqlar, əvvəlcə oturacağın sahəsi daha böyük hissələr batmışdı, daha sonra isə çevirdi, kiçik hissələr batmış oldu. Deməli, oturacağın sahəsi azaldı. Oturacağın sahəsi azaldığına görə də H1 hündürlüyü artmalıdır. 1 artar, H2 dəyişməz. E variantı. Müxtəlif maylara batırılmış cismin maydakı çəkisinin Arximed qüvvəsinə asılı qrafikinə sən cismin kütləsini hesablayın. P0 bərabərdir. P maye üstə gəlinsin F Arximeddir. P maye ilə F Arximedin cəmi bizə verəcək 30 Newtonu. P0 cismin çəkisidir. M cisim vur J bərabər 30. Buradan da ki, M cisim bərabərdir 3 kiloqrama. Cavabınız olacaq A variantı. 9. İplə bir-birinə bağlanmış 2 kürə maye daxilində tarazlıqdadır. Kürələrin həcmləri üçün V1 bərabər 2V2 olarsa hansı ifadələr doğrudur? Deməli, burada nə deməli idisə, ipdə gərilmə yaranıb və ya sıxlıqlar haqqında nəsə bir məlumat verməlidir. Amma cavabda sizdən onun sıxlığını soruşur. Burada 2 hal ola bilərdi. Cisimlərin sıxlığı mayələrin sıxlığına bərabərdir. Amma sizdə onu istəmir. Sizdə nə istəyir? Deməli, bizə verib ki, V1 bərabər 2V2. Bu 2V olsun, bu da olsun V. Külələr təsirli Arximed qüvvələri bu səhvdir. Nəyə görə? Çünki Arximed qüvvəsinin düsturu nədir? Rho maye, V batan J. Baxırıq ki, F Arximed V batandan düz mütənasis basır. Birinci cismin 2V həcmi olduğuna görə, ona görə də onun Arximedi daha böyük olacaq. 2 düzdür. Hər iki kürənin sıxlıqları bərabərdir. Əslində bu yanlışdır. İkinci kürənin sıxlığı birinci kürənin sıxlığından böyüdür. Burada ikinci kürənin sıxlığı böyüdür. Bu batmaq istəyir. Birinci kürənin sıxlığı isə mayenin sıxlığından kiçikdir. Bu da yuxarıya qalxmaq istəyir. Ona görə ipdə gərilmə yaranır. Əslində onu verməli idilər. Rho cisim 1, rho cisim 2. Deməli, biri mayədən kiçikdir. Biri isə mayədən böyükdür ki, bu səviyyədə, bu vəziyyətdə tarazlıq qoruna bilib. Daha sonra ikinci kürənin sıxlığı birinci kürənin sıxlığından böyüdür. Doğrudur. 2 və 4. 5-ə də baxaq. İp hər iki kürəyə eyni qüvvə ilə təsir edir. Bəli, ipdə yaranan gərilmə qüvvəsi həmişə eyni ipdə eyni gərilmə qüvvəsi yarandığından C variantı da doğrudur. 2 cisim bir cins mayedə üzür, tarazlıqdadır. Cisimlərə təsir edən Arximed qüvvələri və cisimlərin sıxlıqları üçün hansı münasibət doğrudur? Tarazlıqdadırlar. Tarazlıqdadırsa onların öz F Arximedləri öz MJ-lərinə bərabərdir. F Arximed 2 də bərabərdir M2J. Çünki başqa heç bir qüvvə yoxdur. Ona görə də ikisi bir-birinə bərabər olmaq məcburiyyətindədir. Deməli, sizə yazıb ki, V2 böyüdü V1-dən. V2 V1-dən böyüdü ilə F Arximed 2 də F Arximed 1-dən böyüdü. F Arximed 2 böyükdür F Arximed 1-dən. Və daha sonra sıxlığa baxsaq uşaqlar, sıxlıqlar da ki, təbii ki, mayenin sıxlığına ikisi də bərabərdir. Çünki mayenin daxilində tarazlıqda qalıblar. Ona görə də sıxlıqları bir-birinə bərabər olacaq B variantı. 11 sıxlıqları rho 1 bərabər 400 kq metr kubu, 800 kq metr kubu olan bir-birlə qarışmayan iki mayenin sərhədinə kürəcik tarazlıqdadır. Kürəciyin sıxlığı nə qədər olmalıdır ki, onun həcminin 4də 1 hissəsi mayeləri ayıran sərhəddən yuxarıda qalsın. Deməli, bu cismən təsir edir. MJ ağırlıq qüvvəsi. İkinci mayədən F Arximed 2, birinci mayədən də həmçinin F Arximed 1. Buradan da F Arximed 1. Bir də F Arximed 2 dedik. Deməli, bu MJ nəyə bərabərdir? F Arximed 1 ilə F Arximed 1 ilə F Arximed 2-nin cəminə. Sizə deyir ki, 4də 1 hissəsi mayeləri ayıran sərhəddən yuxarıda qalsın. Deməli, F Arximed 1-in içərisində yazırıq MJ bərabərdir. F Arximed 1-in içində var rho maye, 4də 1 V cisim J. F Arximed 2-nin də içində olacaq rho maye 4də 3
V cisim J. MJ-ni də açsaq, MJ-ni də yerinə deməli yazsaq ki, rho cisim V cisim J. Rho cisim V cisim J. Hər tərəfdən V cisim J-ləri aparsaq, hər tərəfdən baxın V cisim J-ləri apardıq. Görək nə qaldı? Rho cisim bərabərdir 1-lə 4/3. Sadəcə mayelərimiz var, fərqli mayelərdir. Gəlin birinə 1 yazaq, birinə 2 yazaq. Rho 1-in yerinə yazırıq 400. 400-ü vursaq 4/1 olacaq 100. Rho mayi 2-nin də yerinə yazırıq 800. 800-ü bax bura 800 yazsaq, 800-dən 4 ixtisar gedir 200. 200-də vursaq 3 olacaq 600. Deməli, rho cisim olmalıdır 700 kiloqram bölünsün metrin kubu A variantı. Porşenli nasos ilə sıxlığı 800 kiloqram metr kub olan mayını hansı maksimal hündürlüyə qaldırmaq olar? Uşaqlar, birinci qrupda da izahını vermişəm. Deməli, bu porşenli nasosların iş prinsipinə əsaslanır. Atmosfer təzyiqinin və ya başqa bir hansısa təzyiqin hesabına başlayırıq mayını hər hansı bir hündürlüyə qaldırmağa. Deməli, burada mayını hündürlüyə qaldırmaq üçün atmosfer təzyiqindən istifadə edirik. P0 bərabər rho H-dan. P0-ın yerinə yazırıq 10/5. 10/5 bərabərdir 10/3 vurulsun J-nin yerinə 10, H-ın da yerinə rho-nun yerinə 800 yazırıq. 10/3 deyil. 800 imiş. Aha. 800 vurulsun 10, vurulsun H. H tapırıq. Buradan 3 dənə sıfırımız geçsin. Qaldı burada 2 dənə sıfır. Deməli, alırıq ki, 100 bölünsün 8 bərabərdir H-a. Bu da təbii ki, olacaq 12,5 metr D variantı. Daha sonra təsvir olunmuş qaba su tökülüb 1, 2, 3 və nöqtələrində mayələrin təzyiqləri arasında hansı münasibət doğrudur? Deməli, üzərində nə qədər çox maye varsa, bir o qədər də təzyiq böyük olmuş olacaq. Birinci hissədə olan maye təbəqəsinin hündürlüyü 2 və 3-də olan maye təbəqələrinin hündürlüyü uşaqlar. 2-də, 3-də onlar baxın sudan eyni səviyyədədirlər. Baxmayaraq ki, yuxarısında bir sərhəd var idi. Orada heç bir su yox idi. Bütün nöqtələrdə eyni hündürlükdə. Bütün nöqtələrdə təzyiq bir-birinə bərabər olur. P2 bərabər P3-ə və P1-dən böyükdürlər. D variantı. Harmonik rəqs edən cisim tarazlıq vəziyyətindən 10 metr saniyə sürətlə keçir. Tarazlıq vəziyyətindəki sürəti maksimal sürətdə 10 sm bölünsün saniyə. Cismin rəqs periodu 4 pi saniyə olarsa, onun aldığı maksimal təcil A maksimal bərabərdir V maksimal vurulsun omega. Demək olar ki, mexanik rəqs dalğada ən çox istifadə olunan düstur budur. V maksimalın yerinə 10 yazıram elə. Cavab santimetrəndə, ona görə çevirmədim. Omeganın da yerinə 2 pi böl T yazıram. 2 pi bölünsün T. T'nin də yerinə uşaqlar, baxın, sizə verib 4 pi. Deməli, 10 vurulsun 2 pi bölünsün 4 pi. Deməli, buradan 4 pi ilə 2 pi gedir, aşağıda qalır 2, ondan da 2 gedir, qaldı 5. Deməli, olacaq 5 sm bölünsün saniyə kvadratı B variantı. 15 sərtliyi 100 Nm olan yaya bağlanmış cisim F bərabər 6 kosinus pt qanunu ilə dəyişən qüvvənin təsiri altında rəqs edir. Rəqsin tam enerjisini 0,75 saniyə zaman anında potensial enerjisini hesablayın. Tam enerji, potensial enerji. Tam enerji uşaqlar. Baxın, burada verdiyi 6 F maksimaldır. F maksimal bərabərdir 6-dır. K bərabər 100-dür. Tam mexaniki enerjini tapsaq, əgər maksimal veribsə, o tam enerjinin rahatlığını tapmaq olar. F maksimalın kvadratı bölünsün 2K. F maksimal olacaq deməli 36 kvadratı bölünsün 2K-ya, yəni 200-ə. Deməli, 2 ixtisar getsə, burada qalır 100, burada da qalır 18. 18 də 100-ə bölsək, 0,18 joule və ya 180 millijoule oldu tam mexaniki enerjiniz. Daha sonra edir ki, 0,75 saniyə zamanı da potensial enerjini. Cavab təbii ki, bəllidir nədir, amma yenə də biz hesablamamızı aparaq. Çünki məqsəd burada cavab çıxartmaq yox, izah eləməkdir. Deməli, potensial enerjini tapmaq üçün də uşaqlar aynı qiymətindən, yəni F-in aynı qiymətindən istifadə edir. Maksimal qiymətlərsə verir tamı, aynı qiymətlərsə verir potensialı. Əgər kintika aid olan ifadədirsə, kintika verəcək. Ona görə nə edirik? 6 kosinus pi, T-nin də yerinə 0,75, yəni %75 yazıram. Hər tərəfi 25 ixtisar aparsam, baxın, bu ifadədə qoydum yerinə. Burada qalacaq 3, burada da qalacaq 4. Deməli, aldıq ki, 3 pi bölünsün 4. Bu da bərabərdir uşaqlar. 6 kosinus, bir saniyə. Deməli, 6 kosinus 3 pi bölünsün 4 ifadəsini aldıq. Tapmaq lazımdır ki, bu hansı dərəcədir? Bu olacaq, deməli, 3 pi bölünsün 4-ü vururuq 180-ə, bölürük pi-yə. Alacaq ki, bu da olur, pi-lər getdi, 2 getdi, 2, 90, 90-dan bu gedir, qaldı 45, 135 dərəcə. 135 dərəcəndə yazaq. Deməli, bir saniyə. Aha,
bərabərdir. 6 kosinus 135 dərəcə yazıram. 180 çıxılsın, yəni pi çıxılsın 45 dərəcə. Deməli uşaqlar, bu da sizə verəcək ad dəyişmir. 6 kosinus 45 dərəcə. 45 dərəcə. Kök altı 2 bölünsün 2-dən. Aldıq 6 kök altı 2 bölünsün 2. Olacaq 3 kökdə 2. Aha, bu belə. İndi potensial jını tapaq. Potensial jını tapanda da y potensial bərabərdir. Artıq f kvadrat bölü 2k yazırsınız. F'in də yerinə deməli nə yazacaqsınız? Aldığınız ifadəni 3 kökdə 2-ni. 3 kökdə 2-nin kvadratı, yəni 9 vurulsun 2, bölünsün 2 vurulsun 200-ə. K da 200 idi. Buradan 2-lər getdi. 9 da 200-ə bölsəz alacaqsınız ki 450 ilə bir qiymət. Üzr istəyirəm, K uşaqlar 100 idi. K 100 idi. Alacaqsınız deməli 9 ilə bir qiymət oldu elə A variantı 90 millicol. Daha sonra cisim x bərabər 20 kosinus 40t qanunu ilə harmonik rəqs edir. Müşahidəyə başlayandan t bərabər t bölü 12 zamanında sürətin proyeksiyasını hesablayın. Heç nə uşaqlar, yenə buradan tapmaq lazımdır sürəti. V bərabərdir. X-in bir qat törəməsi, yəni 40 vurulsun 20. Kosinus olur mənfi sinus. Elə 40t. 40t. Aha, t-nin yerinə t bölü 12 yazaq. Bərabərdir 800 santimetrdən uşaqlar. Elə birbaşa gələn bu metri çevirə yazaq 8. Mənfisi də vardı. Sinus 40 vurulsun. T bölünsün 12 idi. T böl 12. Aha. Bir də uşaqlar 40-ı yazmayaq. Elə 40-ın yerinə omega yazaq. Omeganın yerinə yazaq 2 pi bölünsün t. Buraya yazıq 2 pi bölünsün t. T'lər getdi. Pi 2 ilə 12 gedir. Qaldı 6. Pi böl 6. Mənfi 8 sinus pi bölü 6 aldıq. Sinus da pi bölü 6 30 dərəcədir. 2də 1 uyğundur. Mənfi 8 vurulsun 2də 1. Olacaq mənfi 4 metr bölünsün saniyə Y variantı. 17-də harmonik rəqs edən cismin təcilinin proyeksiyasının zamanı hansı qrafika verilmişdir? Hansı nöqtədə cismin impulsu sıfıra bərabərdir? Deməli, belə uşaqlar V, P, Y, K. Bunlar hər hansı bir qiymət alanda təcil, qüvvə, yer dəyişmə, potensial enerji sıfır qiymətlərinə malik olurlar. Deməli, təcildə maksimal bir qiymət alanda hər hansı bir qiymətlə alanda digər kəmiyyətlər VPYK 0 olacaq. Deməli, impulsun 0 olmağını istəyirsə 2 və 5 nöqtələrini götürürük. 2 və 5. Harmonik rəqs hərəkətdə hansı fiziki kəmiyyət harmonik qanunla dəyişmir? Harmonik qanunla dəyişməyən. Deməli, amplitud qiymətlərdir uşaqlar. Baxın, burada amplitud qiyməti yazılmır. Proyeksiyası, yer dəyişməyən proyeksiyası. Yəni, burada sürətin amplitudu falan yazılmayıb. Tam mexanik enerji yazılmayıb. Amma rəqsin fazası harmonik qanunla dəyişmir. Dəyişənlər aynı qiymətlərimizdir. Uzunluğu 98 cm olan riyazi rəqqas tarazlıq vəziyyətindən bu sürətlə keçir. Hansı tərkib bu rəqqasın hərəkət tənliyinə uyğundur? Aha. Deməli, uşaqlar, bizə lazımdır artıq V-dən X-i tapmağı. V-dən X-i tapmağı iki cür üsulla tapa bilərsiniz. Yaza bilərsiniz hərəkət tənliyini. Tapa bilərsiniz integral. Çünki əgər X-dən V-ni tapanda törəmə tapırdısa, V-dən də X tapanda integral tapmaq lazımdır və ya əksinə. Deməli, uşaqlar, V maksimalımız 3 kök altda 10'dur. Bir tarazlıq vəziyyətindən bu sürətdən keçir. Bu maksimal qiymətidir. Uzunluğu 98 cm olan riyazi rəqqas. Aha, gəlin bunun omegasını tapaq. Riyazi rəqqasın omeganın cüstürü kök altında J bölü L-dir. Yəni J-nin yerinə 9,8, L-in də yerinə deməli nə yazırıq? 98 cm verib, olur 0,98 metr bölünsün saniyə kvadratı. Deməli, uşaqlar, burada nə qalacaq görək? Kök altında 10 qalır. Omegamız oldu kök altında 10. Ona görə bax, bu B ilə D variantlar getdi. Ya olacaq A, ya olacaq C, ya da olacaq Y variantı. Omega deməli bizə verdi ki, kök altında 10'u. Biz buradan XM-i də tapsaq, baxın, omega vurulsun V maksimaldan. Omeganın yerinə kök altda 10 ve maksimalın yerinə 3 kök altda 10 yazsaq, kök altda 10'dan kök altda 10 eləyir 10. 3'ü də ona vursaq olacaq 30. Deməli, görək harda var. Deməli, 30 yoxdur amma cavabımızda. Deməli, nəysə səhv hesabladıq. Niyə səhv hesablayırıq ki, düz hesablamışıq da. Kök altda 10 çıxır. Kök altda 10'u 10'a vursaq 10. 3'ü də 10'a vursaq olacaq 30. Yəqin ki, A variantı götürürlər cavabı. 30 kosinus kök altda 10 omega-dir, amma eyb yox. Harmonik rəqs edən rəqqaslar üçün əslində 30 olmalıdır uşaqlar orada. Deməli, harmonik rəqs edən rəqqaslar üçün Elevin diaqramına uyğun bəndləri müəyyən edin. Rəqs tezliyi, rəqsin amplitudunun asılı deyil. Deməli,
Rəqsin amplitutundan bunlar asılı deyirlər. Bir getdi ortaya. Rəqsin birinci periodu, gəlin omeqaların tənliklərimizi yazaq. Omega bərabərdir burada K bölünsün M-dir. Burada isə omega bərabər J böl L-dir. Düsturda nə varsa yalnız onlardan asılıdır. Başqa XM-dir və maksimumda heç birindən asılıq yoxdur. Ona görə bir getdi ortaya. Rəqs periodu rəqqasın kütləsini asılır. Kütle olan düstur yaylı rəqqasdadır. O gəldi bura. Rəqs periodu yer səthində olan hündürlükdən yer səthində olan hündürlüyü gətirmək üçün J-nin yerinə J-in bölünsün h kvadrat yazırıq. O da riyazi rəqqas saytdır. O da gəldi bura. Rəqslərin dövrü tezliyi yalnız rəqsin sisteminin xüsusiyyətlərindən asılıdır. Rəqslərin dövrü tezliyi yalnız rəqs sisteminin xüsusiyyətlərindən asılıdır. Bu da gəldi ortaya. Rəqs ağırlıq qüvvəsinin və elastiklik qüvvəsinin əvəziyyətinin təsirində baş verir. Ağırlıq və elastiklik qüvvəsi, yəni burada ipin gəlməsindən gedir. Elastiklik qüvvəsi. O da 5 də gələcək bura. Deməli cavabımız belə oldu. 2, 3, 5, 1, 4, C variantı. Sərtliyi K olan yaya bağlanmış M kütləli cisim harmonik rəqs edir. Yer dəyişmənin müəyyən X qiymətinə cismin sürəti V olmuşdur. Rəqsin amplitudu hansı ifadə ilə təyin olunur? Deməli, görək bizdən nə istəyir? Rəqsin amplitudu, yəni XM soruşur. K XM kvadrat bölünsün 2 bərabərdir MV kvadrat, yəni tam mexanik enerji bərabərdir. MV kvadrat üstə gəlsin. Potensial enerji, yəni KX kvadrat bölünsün 2-yə. Buradan XM-i soruşur sizdən. XM-i tapmaq üçün uşaqlar birincisini eləyək. Hər şey kök altına düşəcək. Bir də ki, K bölü 2-yə bölmək lazımdır hər tərəfi. Hər tərəfi K bölü 2-yə, birincisi hər tərəfi 2-yə bölək, sonra hər tərəfi K-ya bölək. Bu getdi, bura bir K düşəcək. Yəni belə bir şey alındı. XM bərabərdir. Kök altında M V kvadrat böl K üstə gəlinsin deməli X kvadratı. Aha. Sonra da bunu orta məxrəc eləyib, burada bir X K düşüb. Deməli olacaq D variantı. 22. Uzunluğu 10 cm olan riyazi rəqqasla ucunda 2 kg kütləli cisim asılmış yaylı rəqqasın periodu bir-birinə bərabərdir. Yayın sərtliyini. Aha. Deməli, yaylı rəqqasla riyazi rəqqasın periodları bir-birinə bərabərdir. Yaylı rəqqasın periodu kök altında M böl K, riyazi rəqqasın periodu isə kök altında L bölünsün J-yə bərabərdir. Hərfdən 2 pilər getdi. Kvadrat yüksəltsə köklər deyəcək. Qaldı M bölünsün K. M 2-dir. K-nı bilmirik. L-i verib 10 cm, yəni 0,1, J-dəki 10-dur. Deməli, 2-ni 10-a vurub 0,1-ə bölsək, alarıq ki, K bərabər 200 Newton bölünsün metr. Yer səthindən şaqül yuxarı atəş açılır. Səs və güllə eyni vaxtda 680 metr hündürlüyə çatır. Səsin havada yayılma sürəti 340 metr saniyə qəbul edərək güllənin başlanğıc sürətini metr böl saniyə ilə ifadə edin. Deməli, ikisi də eyni vaxtda 680 metr hündürlüyə çatır. Eyni vaxtda çatdığına görə gəlin birincisi zaman tapaq. T bərabərdir uşaqlar. Səsin sürətindən yazıram. S bölünsün T, çünki səs bərabər sürətdən yayılır. 680-i bölürük. 680 bölürük 340-ı alacaq ki, bunlar 2 saniyəyə 680 metr hündürlükdə olub. Amma güllə isə uşaqlar hər hansısa bir kütləyə malikdir və yuxarı atılmış cisim kimi baxacaq ona görə də H bərabərdir. H bərabərdir. V0 kvadrat. V0-tı çıxılsın JT kvadrat böl 2-dən V0-ı tapmağa çalışaq. H-ın yerinə 680, V0-ı bilmirik. T-nin yerinə 2, J-nin yerinə 10. 10 böl 2 oldu 5. 5 vurulsun 2-nin kvadratı. Bu da oldu 20. 680-in üstünə 20 gəlir, oldu 700. 700 bərabərdir 2 V0-a. V0 da bərabərdir 350 metr bölünsün saniyə. Bu da oldu sizin başlanğıc sürətiniz. 24 metr dalğanın qrafiki verilmişdir. Hansı ifadələr doğrudur? Dalğa uzunluğu 20, dalğa uzunluğu 25-dir. Gəlin dalğa uzunluğunu tapaq. Daha sonra rəqslərin amplitudu 20, rəqslərin amplitudu 50-dir. Görək nə var burada. Deməli, bunlar 0,5, 10,4, 10,3, 10,2. Aha. Deməli, belə olacaq. Rəqslərin amplitudu 20 cm-dir. Bunu götürdük. Rəqslərin amplitudu 20 cm-dir və bu qabarıqlıqlar və çökəklər şəklində yayıldığına görə bu eyni dalğada 3-ü də götürdük. 3, 5. İndi dalğa uzunluğumuza da baxaq. Dalğa uzunluğumuzda bu hissədən tapaq. Uşaqlar görək nə qədər tapırıq. 20-ni səhv eləmirəmsə bura qoyub. Səhv etmirəmsə 20-ni bura qoyub. 1, 2, 3, 4 dənə hissədir. Hər biri, yəni 4-ü 20 olubsa, deməli hər biri 5, 10, 15, 20-dir. Bizə lazımdır, burada olacaq 25. Bizə də lazımdır bunun dalğa uzunluğu. Dalğa uzunluğu da bir tam periodda qət etdiyi məsafədir. Deməli olacaq 25 cm-dir. 2, 2, 3, 5. Qabın dibinin sahəsi 1300 cm kvadrattır. Qaba 3,9 litr su tökülərsə, qabın sula təzyiqi paskalla nə qədər artar? Gəlin baxaq.
Deməli, qabın dibinin sayısı 1300 sm kvadratdır. Qaba 3,9 litr su tökülərsə, qabın sula təzyiqi nə qədər artar? Yəni, mayının təzyiqi nə qədər olacaqsa, həmin qədər də artmış olacaq. Təzyiqi də tapanda F bölünsün S-dən tapaq. F-in də yerinə MJ yazaq. M-in də yerinə uşaqlar yazacaq rho vurulsun V. Rho vurulsun V, vurulsun J bölünsün S. V-nin də yerinə uşaqlar deməli nə yazırıq? V-nin yerinə heç nə yazmırıq. Qiymətlər verilib 10 üstü 3. Vurulsun həcmi yerinə 3,9 litr, yəni 3,9 vur litri metrin kubuna çevirəndə 10 üstü -3, vurulsun bir dənə də 10. S-in də yerinə 1300 sm kvadrat, 1300 sm kvadrat, 1 sm kvadratı 10 üstü -4 metrin kvadratına bərabərdir. İndi başlayaq ixtisarlarımıza parmaq uşaq. Bax, 3,9-dan 10 üstü -3 oldu, 10 üstü -4, aşağıdakı 10 üstü -4-dən getdi. Aşağıda 2 dənə sıfırımız var. Buradakı 2 sıfır aparsın, qalsın 10. Deməli, 39-dan 13-ə gedir. Burada qaldı 3. Belə bir şey aldıq deməli. Burada bir 10 qalmışdı. Burada da bir 10 var. 300. 300 paskal artmış olar. Verib ki, yaylı rəqqas 2 cm amplitudla x-in bərabər 2 cm. Harmonik rəqs edir. Rəqsin tam enerjisi 0,3 jol olursa y tam bərabərdir 0,3 jol olarsa tarazlıq vəziyyətin hansı məsafədə, yəni bizdən x soruşur. Cismə təsir edən qüvvə 22,5 Newton olar. Deməli, uşaqlar, gəlin y tamını yazaq düsturunu. Fx bölünsün 2-dən yazaq. F maksimal x maksimal bölünsün 2-dən. Y tamın yerinə 0,3. Y tamın yerinə yazaq 0,3. 0,3 bərabərdir. F maksimal vurulsun x-im. Cavabı santimetrin istirilə sonda çevirərik. 0,2 bölünsün 2. Buradan deməli belə bir şey. 2'lər getdi, qaldı 0,1. Alır ki, F bərabərdir 30 Newtona. F maksimal bərabər 30 Newtona. Aha. Bizdən istəyir ki, təsir edən qüvvə 22,5 Newton olsun və bilir ki, yayın sərtliyi dəyişməyəcək. Yayın sərtliyi, yəni elastik yay verir bizə həmişə. Yayın sərtliyi, deməli, burada F maksimum oldu 30 Newton. Bizdən istəyir ki, 25 Newton olsun. 30 Newton olanda XM 2 cm-dir. Maksimal qiymətlərdən almışlar. 22,5-də də 22,5-də olacaq x. Gəlin buradan x tapaq. X də bərabər olacaq nəyə? 2 vurulsun 22,5 bölünsün 30-a. Aha, deməli uşaqlar, hər tərəfi 10-a vursaq, buradan 0 misliyə buraya yazaq. 3 ixtisar getsə qalacaq 100, 3-ə getsə qalacaq 75. Deməli, bizə də lazımdır nə? 2 vurulsun 75 bölünsün 100 aldıq. Biz aldıq cavabımızı deməli santimetrlə. Çünki biz baxın santimetrlə yazmışdıq. 2 santimetrdən, bizdən də cavabı santimetrdən istəyir. Bu da olacaq 1,5 santimetr. Daha sonra 27. Su ilə tam dolu ağzı bağlı olan bir güc qabları üçün uyğunluğu müəyyən edin. Mayının qabın dibinə göstərdiyi təzyiq qüvvəsi mayının öz çəkisindən böyükdür. Deməli, F bərabər mayının qabın dibinə göstərdiyi təzyiq qüvvəsi H vurulsun S-dir. Daha sonra baxaq uşaqlar burada. Deməli, bizə deyir ki, öz çəkisindən böyükdür. Yəni, MJ-dən daha böyükdür. Hansı ki, oturacağın sahəsi harada daha böyüksə, orada öz çəkisindən daha böyük olmuş olacaq. Deməli, bu getdi 3-ə. 3'ə yazdıq A-nı. Daha kiçikdir. Bu gedəcək 1-ə, B-yə. Bərabərdir. Bu da getdi C-yə. Qabı tərsinə çevirdikdə qabın dayağa təzyiqi artar. P bərabər artıq qabdan daşır, bərk cisimdən. Maye olsaydı su ilə dolu qab olduğuna görə tərsinə çevirən dəyişməzdi. Amma qabdan daşdığına görə qüvvə sabitdir bu səfər. Təzyiqlə S-də tərs mütənasib asılıdır. Qabın təzyiqin artması üçün sahə kiçilməlidir. Yəni baxın 3 nömrəli qabda tərsinə çevirəndə yerə dəyən sahə daha kiçik olduğundan təzyiq artacaq. Deməli 3-ə həm də getdi D. Qabı tərsinə çevirdikdə qabın dayağı təzyiqi azalır. O da gedəcək 1-ə. Oldu 1-də B-Y, 2-də C, 3-də də A-D. 28-30 sayılı tapşırıqları yerinə yetirin. Sınaq şüşəsinin içərisinə su olan menzurkaya daxil etdilər. Bu zaman suyun səviyyəsi 100 cm kubdan 120 cm kuba qədər artdı. Əgər sınaq şüşəsi suda üzürsə, onun sudakı çəkisi nəyə bərabərdir? Əgər sınaq şüşəsi suda üzürsə, onun sudakı çəkisi təbii ki, P bərabər olacaq 0-a. Çünki üzmə zamanı cismə təsir edən Arximed qüvvəsi ilə ağırlıq qüvvələri bir-birini tarazlaşdırdığına görə maydakı çəki 0-a bərabər olmuş olur. Yəni P0 çıxılsın F Arximeddən. Bu iki qüvvə bir-birinə bərabərdir. Tarazlayıb bunlar getdiyinə görə elə qalır 0-a bərabərdir. Şaquli asılmış yaylı rəqqas ən kənar aşağı vəziyyətindən ən kənar yuxarı vəziyyətinə doğru hərəkət edir. Yəni B ilə A bunun amplitud nöqtələridir.
maksimal yer dəyişmələridir. AO və OB hissələrində yayda açılmış cismin yer səthinə nəzərən potensial enerjisi və kinetik enerjisi necə dəyişər? AO, OB hissələrində. Deməli, yazırsınız ki, uşaqlar, A-dan O-ya. Deməli, bunlar kənardır. Tarazlıq, kənar. Kənardan tarazlığa doğru getdikcə, kənardan tarazlığa, bir də tarazlıqdan kənar gedir. Kənardan tarazlığa doğru getdikcə bizə nə soruşur? Cismin yer səthinə nəzərən potensial enerjisi. Deməli, cisim yuxarıya doğru qalxdığına görə cismin potensial enerjisi artır və tarazlığa doğru getdikcə tarazlıqda cisim maksimal sürətini alır, kinetik enerjisi də artar. Daha sonra O'dan deməli O'dan B-yə gedəndə, O'dan B-yə gedəndə cisim yenə yuxarıya doğru qalxır. Yəni cismin yerdə olan səviyyəsi artdığından cismin potensial enerjisi artar. Kinetik enerjisi kənara doğru getdiyindən sıfıra qədər. Yer səthində riyazi rəqqasın rəqslərinin tezliyi yer səthində 0.6 saniyə üstü -1-dir. Tezliyin hər yer səthindən olan hündürlükdə h bərabər r2 asılı qrafikinin koordinat oxları üzrə göstərilir. Nüyünün düsturu 1/2pi kök altında L bölünsün, J bölünsün L-dir. Və hündürlüyü üçün bura J-nin yerinə J-nin bölünsün R üstəgəl H kvadrat yazmaq lazımdır. 1/2pi vurulsun. J-nin yerinə yazıram J-nin bölünsün R üstəgəlinsin H kvadratı. Vurulsun 1/L. Kökdən R üstəgəl H çıxır və tərs mütəmsil basit olaraq dəyişdiyini görürük. 1 bölünsün kök getdi, artıq qaldı R üstəgəl H. Deməli, hər dəfə hündürlüyü artdıqca, məsələn, H-ın yerinə 1R qoysaq, R üstəgəl 2 dəfə azalmış olacaq. H-ın yerinə 2R qoysaq, R üstəgəl 2R 3 dəfə azalmış olacaq. Deməli, əvvəlcə 1R qoyuruq, 2 dəfə azalacaq. Yəni, əvvəlcə 0.6 idi. 1R hündürlüyündə 2 dəfə azalıb olacaq, tutaq ki, 0.3. 2R hündürlüyündə isə 3 dəfə azalır, olur 0.2. Və bunları başlayaq birləşdirməyə. Bu da başlanğıc qiymətimizdir. Baxın, qrafikimiz belə olacaq.